2025-ci ilin belə bir gözəl Hyundai Sonatası. Maşının zədəsi elə göründüyü kimi bir dənə ön hissəsində, krılosunda da, farasında da, bir də buferindədir. Yəni cilgilində, çırağında, buferində ağalar. Bir dənə bu hissəsində, bir də bonetində, yəni kaputunda bir dənə yüngül iş görüləcək. Maşın 2025-ci ildir, daimi plakdır ağalar. Maşın 35 min dirhəmlə aksiyona daxil olur, 2.5 mühərrikdir. Maşının sağ hissəsində heç bir zədəsi yoxdur. Arxa hissəsində maşının heç bir zədəsi yoxdur. Bir dənə buferində belə yüngül sürtməsi var. Keçək maşının sol hissəsinə. Maşının sol hissəsində də yaban krişkası. Maşında açarsı daxil olma, kör nöqtənin sensoru mövcuddur. Belə bir gözəl salonu, LED priboru, monitoru, oturacağın elektron təmizlənməsi, elektron əl əyləci, zolaq tanıma, zolaq izləmə. Belə bir salonu, maşının sağ tərəf oturacaqları məcəl airbag atıb. Kim istəsə maşının vinə girib maşından ətraflı yaxından tanış ola bilər. Zəylərinizi gözləyirik qardaşlar.